Təsəvvür edin, heç istifadə etmədiyiniz elektrik və ya qaz xidmətinə görə hər ay ödəniş edirsiniz. İlk baxışdan qeyri-məntiqli görünür, elə deyilmi? Ancaq bu yaxın gələcəkdə Azərbaycanda enerji siyasətinin reallığına çevrilə bilər. Son günlər ölkə gündəmini zəbt edən sabit tarif məsələsi əslində yeni bir mərhələnin başlanğıcı ola bilər. Dövlət qurumları bu modeli daha ədalətlilik bölgüsü kimi təqdim etsə də bunu gizli qiymət artımı və ya əlavə maliyyə yükü kimi qiymətləndirənlər də var. Bəs sabit tarif nədir? Bu sistemin üstünlükləri və riskləri hansılardır? Sabit tarif nədir və niyə gündəmə gəldi? Sadə dillə desək, sabit tarif istifadəçinin xidmətə çıxış imkanı əldə etdiyi üçün ödəniş etdiyi standart məbləğidir. Yəni, vətəndaş elektrik enerjisini və ya qazı istifadə etməsə belə həmin sistemin mövcud saxlanılması üçün müəyyən bir məbləğ ödəyəcək. Bunu tanış bir nümunə ilə izah etmək olar. Taksidə olduğu kimi taksiyə əyləşdiyiniz andan etibarən sayğac açılır və siz hələ hərəkət etməmiş olsanız belə xidmət haqqı hesablanır. Sabit tarif də məhz bu prinsiplə işləyir. Energetika nazirinin müavini Samir Vəliyev buna izah verərkən deyib ki, sabit tarifin əsas funksiyası yükü həm istifadə edən, həm də etməyən bütün abonentlər arasında bərabər şəkildə bölüşdürməkdir. Məsələn, bir binada 10 mənzil varsa, bu mənzillərdən yalnız 8-i istifadə edilirsə belə transformator və digər mühəndis kommunikasiya xətləri bütün 10 mənzilin ehtiyacına uyğun qurulur. Belə olan halda yalnız aktiv 8 mənzilin bu xərci ödəməsi ədalətsizlik yaradır. Nə üçün ədalətli bölgü deyilir? Enerji məsələlərini tənzimləmə agentliyinin direktor müavini Rövşən İsmailov sabit tarifin tətbiqini xərc əsaslı tarif metodologiyasının tərkib hissəsi kimi təqdim edib. Onun sözlərinə görə burada məqsəd vətəndaşlardan əlavə ödəniş toplamaq deyil, infrastrukturun saxlanması ilə bağlı mövcud xərclərin daha ədalətli formada bölüşdürülməsidir. Təsəvvür edin, iki abonent eyni səviyyədə, məsələn, ayda 300 kWh enerji istifadə edir. Ancaq müəyyən dövrdə bu abonentlərdən biri mənzildə yaşayır, digəri isə yaşamır. Enerji infrastrukturunun transformator şəbəkə xətti, xidmət avadanlığı və sair qurulması hər mənzilə uyğun hesablanıb. Nəticədə real istifadə yalnız bir abonent tərəfindən edilsə də, onların hər biri yükü bölüşür. Bağ evləri prizmasından baxdıqda sabit tarif məsələsi daha da aktuallaşır. Belə ki, minlərlə bağ evi və yay mövsümündə istifadə olunan fərdi yaşayış sahələri var ki, bu evlər ilin böyük bir hissəsində ya ümumiyyətlə istifadə olunmur, ya da çox minimal enerji sərfi ilə kifayətlənir. Hazırki tarif sistemində bu evlərin sahibləri yalnız faktiki istifadə etdikləri qədər enerji və ya qaz üçün ödəniş edirlər. Yəni, əgər vətəndaş bağ evində elektrik və qazdan istifadə etmirsə, o vaxt heç bir ödəniş etmədən ayı başa vurur. Amma sabit tarif tətbiq edildikdə bu mənzillər və ya evlərin sahibləri aylıq sabit bir məbləğ ödəmək məcburiyyətində qalacaqlar. Bunu belə də izah etmək olar. Restoranda yemək yeyirsiniz, yeməklə yanaşı qab-qacağında pulunu verirsiniz. Abonentlər niyə narahatdır? Cəmiyyətin sabit tarif anlayışına ehtiyatla yanaşmasının əsas səbəblərindən biri sualların çox, cavabların isə hələ də qeyri-müəyyən olması. Tətbiq edilmək istənilən bu modelin texniki mahiyyəti izah olunsa da, onun real həyatda vətəndaşlara necə təsir edəcəyi ilə bağlı konkret və əhatəli açıqlamalar hələlik verilməyib. Ən çox səslənən və cavab gözləyən suallardan biri budur. Sabit tarifin məbləği nə qədər olacaq? Ən çox səslənən və cavab gözləyən suallardan biri budur. Sabit tarifin məbləği nə qədər olacaq? Bu ödəniş aylıq olaraq hər kəs üçün bərabər olacaqmı, yoxsa istifadə səviyyəsinə, gəlir dərəcəsinə və ya sosial statusa görə diferensiallaşdırılacaqmı?